Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif riyaziyyat dərsliyi üzərində tapşırıqların izahını verəcəm. Yada salın, 2 rəqəmli ədədin çıxılması. Gördüyümüz kimi 43 ədədindən 26 ədədini çıxıbdır. Qaydamıza uyğun olaraq əvvəlcə nə edirik? Əvvəlcə təklikdən təkliyi çıxırıq. 43-dən 26 çıxanda baxırıq ki, təklikləri ilk öncə çıxanda 3-dən 6 çıxmaq olmur. Onun üçün 4 onluqdan 1 onluq ayırırıq. 1 onluğumuz 10 təklik deməkdir. 3-ün üzərinə 10 əlavə edirik. 3-ün üzərinə 10 gələndə edir 13. 13-dən 6-sını çıxırıq, qalır 7-si. Burada 4 onluq var idi. Birini ayırdıq, qaldı 3 onluq. 3 onluqdan da 2 onluq çıxanda qalır 1-i. Yəni 43-dən 17 çıxsaq, 43-dən 26 çıxsaq 17-si qalar. Həmçinin ədəd oxu üzərində də geriyə saymaqla çıxa bilərik. 43-dən 26 çıxarkən ədəd oxu üzərində 43-ü qeyd edirik. 26-da 2 onluq var. Onluqların sayı qədər geri gəlirik. 2 onluq. 43-dən 1 onluq geri gəlsək 33-ün, ikinci onluğu geri gəlsək 23-ün üzərində dayanmış oluruq. 23-dən də 6 təklik geri gəldik. Niyə görə? Çünki 43-dən 26 çıxırdıq. 2 onluq 6 təklik geri gəlirik. 1, 2, 3, 4, 5, 6. Neçənin üstündə dayandıq? 17-nin üzərində dayanmış olduq. Həmçinin onluq və təkliklərə ayırmaqla çıxa bilərik. 46-dan 23 çıxsaq, nə edirik? 46-da 6 təklik var, 4 onluq. 23-də 3 təklik var, 2 onluq. Əvvəlcə onluqları çıxırıq. 40-dan 20-ni çıxırıq, qalır 20-si. 6-dan 3-ü çıxırıq, qalır 3-ü. Və aldığımız cavabları toplamaqla fərqi tapmış oluruq. Təkrar üçün tapşırıqlara baxaq. Ədədləri alt-alta yazmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin. Baxaq. 87-dən 3 çıxanda 87 çıxaq 3. 7-dən 3 çıxsaq 4-ü, 8-i düşürük aşağı. 50-dən 13 çıxsaq 0-dan 3 çıxmaq olmur. 1 onluğu ayırırıq. Burada qalacaq 4-ü. 10-dan 3 çıxsaq 7-si, 4-dən 1 çıxsaq 3-ü. 42-dən 9 çıxıb. 42-dən 9 çıxsa, 2-dən 9 çıxmaq olmur. 1 onluğu ayırıq. Bu edəcək 12, burada qalacaq 3 onluq. 12-dən 3 çıxsaq, 12-dən 9 çıxsaq, qalır 3-ü. 3-ü də olduğu kimi düşürürük onluğun yerinə. 47-dən 27 çıxsaq, 47 çıxaq 27. 7-dən 7 çıxsaq 0, 4-dən 2 çıxsaq qalır 2-si. 70-dən 7 çıxsaq, 0-dan 7 çıxmaq olmur. 1 onluğu ayırıq. 10-dan 7 çıxsaq 3-ü, burada 6 qalmışdı. 6-nı da düşürdürük onluğun yerinə. 77-dən 35 çıxırıq. 7-dən 5 çıxsaq 2-si, 7-dən 3 çıxsaq 4-ü qalmış olacaq. 93-dən 5 çıxanda 93-dən 5 çıxsaq 5-dən 3 çıxmaq olmur. 1 onluğu ayırıq. Burada qalır 8 onluq. 13-dən 5 çıxsaq 8-i, 8-də olduğu kimi düşürük aşağı. 56-dan çıxsaq 8-i, 6-dan 8 çıxmaq olmur. 1 onluğu ayırıq. 16-dan 8 çıxsaq 8-i qalır. Burada qaldı 4. 4-ü də olduğu kimi düşürük aşağı. 74-dən çıxsaq 56-nı. 4-dən 6 çıxmaq olmur. 1 onluğu ayırıq. Bu edəcək 14. Burada qalacaq 6 onluq. 14-dən 6 çıxsaq 8-i, 6-dan 5 çıxsaq 1-i. 90-dan çıxsaq 0, 0-dan 0 çıxsaq 0, 9-da olduğu kimi düşürmüş olur aşağı. 98-dən 30 çıxanda, bu şeylərdə yazım. 98-dən 30 çıxsaq, 8-dən 0 çıxsaq 8-i, 9-dan da 6, 3 çıxsaq qalır 6-sı. Yəni 68 qalmış olacaq. 60-dan 19 çıxsaq, 0-dan 9 çıxmaq olmur. 1 onluğu ayırıq. Burada qaldı 5 onluq. 10-dan 9 çıxsaq 1-i, 5-dən 1 çıxsaq 4-ü qalmış olacaq. 57-dən 9 çıxsaq, 7-dən 9 çıxmaq olmur. 1 onluq ayırıq. Bu edir 17, burada qalır 4 onluq. 17-dən 9 çıxsaq, qalır 8-i, 4-ü də olduğu kimi düşürük aşağı. 81-dən 55-i çıxsaq, 1-dən 5 çıxmaq olmur. 1 onluq ayırıq. Burada deyəcək 11, burada qalır 7 onluq. 11-dən 5-ə çıxsaq 6-sı, 7-dən 5-ə çıxsaq 2-si. 40-dan çıxsaq 5-i. 0-dan 5 çıxmaq olmur. 1 onluq ayırıq. Bu edəcək 10, burada edəcək 3 onluq. 10-dan 5 çıxsaq qalır 5-i, 3 onluq olduğu kimi düşürürük. 92-dən çıxsaq 14-ü, 2-dən 4 çıxmaq olmur.
12-dən 4 çıxacaq və burada 8 onluq qalacaq. 12-dən 4 çıxsaq 8-i, 8-dən 1 çıxsaq 7-si qalmış olacaq. Növbəti misala baxaq. Ədəd üçlüyünə əsasən toplama və çıxmanın əlaqəsinə aid misallar yazın. Bir də üzr istəyirəm. Birinci tapşırıqda deyir ki, bir neçə misalla ədəd oxu üzərində göstərin. Ədəd oxu üzərində necə göstərə bilərsiniz? Ədəd oxu çəkə bilərsiniz. Məsələn, burada hazır ədəd oxu var. Bunun üzərində göstərə bilərəm. Məsələn, ədəd oxu üzərində 40-dan 5 çıxmağı göstərə bilərəm sizə. 40-dan 5 çıxanda ədəd oxu üzərində 40-ı qeyd edirsiniz. 40. 5 çıxanda 5 adım geri gəlirsiniz. 1, 2, 3, 4, 5. Neçənin üzərində dayandıq? 40 çıxaq 5 bərabərdir 35-in üzərində dayanmış olduq. Və ya 50-dən 13. Ədəd oxu üzərində 50 varmı? Yoxdur. 42-dən 9 çıxaq. Ədəd oxu üzərində 42-ni qeyd edə bilərik. Ədəd oxu üzərində 42, baxın buradadır. Bura 42-dir. 42-dən 9 çıxsaq, 9 adım geri gələrək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Neçənin üstündə dayandıq? 33-ün üzərində. Yəni 42-dən çıxsaq 9-u qalır 33. Bu qaydada göstərə bilərik. İkinci tapşırıqda nə deyir? Ədəd üçlüyünə əsasən toplama və çıxmanın əlaqəsinə aid misallar yazın. Baxaq. Ədəd üçlüyündə bu 50 tamdır, 26 və 24 isə tamın hissələridir. Nə edirik? Toplama və çıxmaya aid necə misal yazırıq? Hissələri toplayanda biz tam alırıq. Sonra toplananların yerini dəyişə bilərik. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Həmçinin cəmdən toplananın birini çıxanda digər toplananı almış oluruq. 26 50-dən çıxsaq 24-ü qalacaq 26. Digər misala baxaq. 60-ın üzərinə 30 gəlirik 90. 30-un üzərinə 60 gəlirik. Edəcək 90. 90-dan çıxırıq 60-ı qalır 30-u. 90-dan çıxırıq 30-unu qalır 60-ı. 25-in üzərinə 45 gəlsə edəcək 70. 45-in üzərinə 25 gəlirik. Edəcək 70. 70-dən çıxsaq 45-i qalır 25-i. 70-dən çıxsaq 25-i qalır 45. 48-in üzərinə 19 gəlirik. Edəcək 67. 19-un üzərinə 48 gəlirik. Edəcək 67. 67-dən çıxsaq 19-u qalır 48. 67-dən çıxsaq 48-i qalır 19. 39-un üzərinə 53 gəlirik. Edəcək 92. 53-ün üzərinə 39 gəlirik. Edəcək 92. Toplananların yerini dəyişdik. 92-dən 53-ü çıxsaq qalacaq 39. 92-dən 39 çıxsaq qalacaq 53-ü. Davam edək. Misalları həll edin. Cavabın doğruluğunu yoxlayın. Baxaq. 12-in üzərinə 85 gəlib. 12-in üzərinə 85 gəlsə edəcək 97. Cavabın doğruluğunu çıxma əməli ilə yoxlayaq. 97-dən 12 çıxa bilərik. Qalacaq 85. 54-dən 27 çıxsaq qalır 27-si. Doğruluğu yoxlaya bilərik. 27 üstə gələk 27 bərabərdir 54. 14-ün üzərinə 49 gəlsək edəcək 63. 63-dən 14 çıxsaq qalacaq 49-u. 80-dən 47 çıxsaq qalacaq 33. 33-ün üzərinə 47 gəlsək edər 80. Alt-alta yazmaqla da hesablaya bilərsiniz. 48-dən 23 çıxsaq qalacaq 25. 25-in üzərinə 23 gəlməklə doğruluğunu yoxlayırıq ki, edir 48. 40-dan 29 çıxsaq qalır 11-i. 11-in üzərinə 29 gəlsək edəcək 40.
76'dan 39 çıxanda qalır 37. Doğruluğunu necə yoxlayırıq? Fərqin üzərinə çıxılanı gəlməklə azalanı alırıq. 37'nin üzərinə 39 gəlsək, edəcək 76. 57'nin üzərinə 28 gəlsək, edəcək 85. 85'dən çıxsaq 28'i, 85'dən çıxsaq 28'i 57 almış olarıq. Növbəti tapşırığa baxaq. Ədəd üçlüyünə əsasən məchul ədədi tapın. Məchul ədədi tapaq. Biz dedik ki, hissələri toplayanda bizə tamı vermiş olacaq. Ədəd üçlüyündə nə edirik? Əgər hissənin biri verilməyibsə, biz tamdan digər hissəni çıxmaqla tapırıq. 62'dən çıxırıq 41'i. 2'dən 1 çıxsaq 1'i, 6'dan 4 çıxsaq 2'si. Demək ki, burada 21 olmalıdır. Tamı tapanda isə hissələri toplayırıq. 38'in üzərinə gəlirik 16'nı. 8'in üzərinə 6 gəlsə 14, 4, 1 yadda. 3'ün üzərinə 1 gəlsə 4, 1 də yadda 5 etmiş olacaq. 54 etmiş olur. Hissəni tapanda nə dedik? Necə dedik? Tamdan digər hissəni çıxırıq. 40'dan çıxırıq 23'ü. 0'dan 3 çıxmaq olmur. 1 onluq ayırıq. 10'dan 3 çıxsaq qalır 7'si. Burada qaldı 3 onluq. 3'dən 2 çıxanda qalır 1. Gidəcək 17. 53'dən çıxırıq 16'nı. 3'dən 6 çıxmaq olmur. 1 onluq ayırıq. 13'dən 6 çıxsaq qalacaq 7'si. Burada qaldı 4. 4'dən 1 çıxanda qalır 3'ü. Edəcək 37. 81'dən 79 çıxsaq 1'dən 9 çıxmaq olmur. 1 onluq ayırıq. 11 burada qaldı 7 onluq. 11'dən 9 çıxsaq qalacaq 2'si. 7'dən 7 çıxsaq qalır 0. Öndəki sıfırın da bir mənası yoxdur. Baxırıq digər tapşırığa. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək yaxud götürmək olar. Biz nə edirik? Baxırıq tərəzinin çox olan gözündə neçə kub var? 41 kub var. Digər gözündə isə 17 kub var. Biz 17 kubun üzərinə neçə kub gələ bilərik ki, 41 kub eləsin? Və yaxud da 41'dən neçəsini çıxa bilərik ki, 17'si qalsın? Bunun üçün nə edirik? Biz burada 41'dən çıxırıq 17'ni. 41'dən 17 çıxsaq, 1'dən 7 çıxmaq olmur. 11'dən 7 çıxırıq, burada qalır 3 onluq. 11'dən 7 çıxsaq qalır 4'ü, 3'dən 1 çıxsaq qalır 2'si. Yəni 41'dən 24 çıxsaq, 41 dənə kubdan 24 kubu çıxsaq 17 kub almış olaraq tərəzinin gözü bərabərləşər və ya 17 kubun üzərinə, az olan kubun üzərinə 24 dənə kub əlavə edə bilərik ki, 41'ə bərabər olsun, tərəzinin gözləri bərabər dayansın. Burada nə edirik? 50'dən çıxırıq 33'ü, qalır 17'si. Yəni, çox olan gözdən buradan 17 dənə kub götürə bilərik ki, digərinə bərabər olsun və ya 17 dənə kub əlavə edə bilərik ki, azın üzərinə 17 əlavə edə bilərik ki, 50 kuba bərabər olmuş olsun. Davam edək. 60'dan 22 çıxacaq. 60'dan çıxsaq 22'ni. 60'dan 22 çıxsaq qalacaqdır 38. Biz tərəzinin az olan gözünə 38 kub əlavə edə bilərik. Gözlər bərabər olsun deyə və ya çox olan gözdən 60'dan 38 dənə kub götürə bilərik ki, digər 22 dənə kuba bərabər olmuş olsun. Ədəd tərəzisinin gözləri bərabərləşib sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Bu cür tapşırıqlarda nə edirik əziz şagirdlər? Bu cür tapşırıqlarda biz tərəzinin tam verilmiş gözündə olan ədədləri toplayırıq. 52'nin üzərinə 38 gəlirik. 52'nin üzərinə 38 gəlsək, edəcək 90. Demək ki, bu iki göz birlikdə 90'dır. Burada 90'dır. 90'ın 60'ı qeyd olunubsa, 90'dan 60'ı çıxmaqla digər boş dairənin için tapmış oluruq ki, burada 30 olmalıdır.
Burada 3 ədəd verilib bizə. Biz baxırıq ki, 3 ədədin cəmi neçədir? 26-nın üzərinə 14 gələk. Üzərinə də 22 gələk. 26-nın üzərinə 14 gəlsəydi 40, 40-ın üzərinə 22 gəlsəydi 62. 3 dənə ədədin cəmi 62-dirsə, baxın, digər 2 ədədin də cəmi bizə 62-ni verməlidir. 62-nin 12-si burada yazılıb. Yəni 62-dən 12-ni çıxmaqla digər gözü tapmış oluruq ki, digər dairən 50 olmalıdır ki, tərəzinin gözü bərabər olsun. Bizə tam verilən ədəd olan hissəni, boş olmayan hissəni toplayırıq. 23-dən 22-nin cəmi, üzr istəyirəm, 33-dən 22-nin cəmi, 33-ün üzərinə 22 gəlsə edir 55. Yəni bu 2 ədədin cəmi 55-dir. Digər 3 ədədin cəmi də 55 olmalıdır ki, tərəzinin gözü bərabər dayansın. Öncə nə edirik? Öncə baxırıq bizə verilən 2 ədədin cəmi neçədir? 11-in üzərinə 24 gəlirik, edir 35. 55-in 35-i burada qeyd olunubsa, qalanı isə digər dairənin içərisindədir. 55-dən 35 çıxmaqla digər dairənin için tapırıq ki, 20-dir. Demək ki, bura 20 yazsaq, 3 ədədin cəmi də 55 olmuş olar. Boş xanalara hansı ədədlər olmalıdır? Baxaq, toplananın komponentidir, toplanan cəm. Boş xanaya uyğun olan ədəd tapmaq üçün nə edirik? Toplananları toplayırıq. 38-in üzərinə 7 gəlirik. 38-in üzərinə 7 gəlsək edir 45. Burada olmalıdır 45. Baxın, burada məhsul toplananı axtarıq. Cəmi verib 36. Toplananın birini verib 16. Məhsul toplananı tapmaq üçün nə edirik? Cəmdən məlum toplananı çıxırıq. 36-dan 16 çıxanda qalır 20. Demək ki, bizim məhsul toplananımız 20-dir. Burada da məhsul toplanandır. Məhsul nədir? Bilinməyən toplanan, yəni bilinmədiyimiz məhsul olanı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Bu bir qaydadır. 58-dən 12 çıxırıq, qalır 46. Demək ki, bizim məhsul toplananımız 46-dır. Burada cəmi tapırıq. Cəmi tapmaq üçün toplananları toplamaq lazımdır. Edəcək 52. Burada isə məhsul toplananı tapırıq. 80-dən çıxırıq 19-u, qalacaq 61. Digərinə baxırıq. Azalan çıxılan fərq çıxmanın komponentidir. Fərqi tapmaq üçün nə edirik? Fərqi tapmaq üçün azalandan fərqi çıxırıq. 45-dən çıxırıq 9-u. 45-dən 9 çıxsaq qalır 36-sı. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Azalanımız 85-dir, fərqimiz 5-dir. Qalacaq 80. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Fərqimiz 56-dır, çıxılanımız 38-dir. Çıxma mənində ən böyük komponent azalandır. Azalanı tapmaq üçün fərqlə çıxılanı toplamaq lazımdır. Yəni məhsul azalanı tapmaq üçün. 56-nın üzərinə 38 gələndə neçə edəcək? Edəcək 94. Bura qeyd edirik. 94. Fərqi tapmaq üçün azalandan çıxılanı çıxırıq. 91-dən çıxırıq 66-nı. Burada qalacaq 25. Bura qeyd edirik 25. Azalanı tapmaq üçün dedik nə edirik? Məhsul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. 33-ün üzərinə 18 gəlməklə azalanı tapmış oluruq ki, azalanımız 51 etmiş olacaq. Digər tapşırığa baxaq. Uşaqlar bir limon ağacından 54, o birindən isə 8 ədəd az limon dərdilər. Uşaqlar cəmi neçə limon dərdilər? Uşaqlar limon ağacının birindən 54 limon dəriblər. Birincisindən. İkincisindən, digərindən bundan 8 dənə az. 54-dən 8 dənə az nə qədər edir? 54-dən 8 az edir. 54-dən 8 çıxsaq qalır 46-sı. 46 limon dəriblər. Bizə deyir ki, uşaqlar cəmi neçə limon dərdilər? Ağacın birindən 54, digərindən 46 dəriblərsə, cəmi tapmaq üçün nə edəcəyik? 54-ün üzərinə gəlirik 46-nı. Bu da edəcək 100. Uşaqlar birlikdə cəmi 100 limon dəriblər. Növbəti sualda bizə nə deyir? Onlar bu limonları 10-10 olmaqla qutulara yığdılar. Neçə qutu lazım oldu?
10-10 qutulara yığıblarsa, bizim cəmi 100 limonumuz var. 100 limonu 10-10 qutulara yığıblarsa, müxtəlif üsuldan göstərə bilərik əslində. Ədəd oxu üzərində 100 göstərib 10-10 geri gedərik. Baxarıq neçə qutu var və yaxud da 100-ü 10-a bölməklə taparaq ki, 10 qutu lazım oldu. Baxaq, 9-cu məsələyə baxaq. Bayramda sinif otağını bəzəmək üçün 60 şar aldılar. Şarlardan 17'si ağ, 9'u çəhrayı, qalanları isə bənövşəyidir. Neçə bənövşəyi şar var? Məsələnin həllinə uyğun ifadəni seçin və qiymətini tapın. Gəlin uyğun ifadəmizi quraq. Bayramda sinif otağını bəzəmək üçün cəmi 60 şar alınıb. 60 şardan 17'si ağdır, 9'u çəhrayıdır. 17'si ağdır, 9'u çəhrayıdır. Başqa rəngdən yazaq ki, daha aydın görünsün. Cəmi 60 şarımız var. 60 şardan 17'si ağdır, 9'u çəhrayıdır. Qalanları bənövşəyidir. Biz bənövşəyi şarı tapmaq üçün nə edirik? Ağ və çəhrayı şarların cəmini tapıb, ümumi şarların cəmindən çıxmalıyıq ki, yerdə qalanlar da bənövşəyi şarın sayı olsun. Yəni 17 ağ şarımız var. 9 da çəhrayı şarımız var. Biz bunların cəmini 60'dan çıxmaqla bənövşəyi şarı tapmış olarıq. 17'nin üzərinə 9 gəlsək, 60 çıxaq. 17'nin üzərinə 9 gəlsək edir 26. 60'dan da 26 çıxsaq qalır 34. 34. Demək ki, baxın bizə deyildi ki, uyğun ifadəni seçin. Uyğun ifadəmiz burada hansı oldu? 60 çıxaq 17 üstə gələk 9. Bu oldu. Və deyək ki, ifadənin qiymətini tapın. Buradan aydın oldu ki, 34 bənövşəyi şarımız var imiş. Bir daha qeyd edirəm məsələnin şərtini. Deyir, bayramda sinif otağını bəzəmək üçün 60 şar aldılar. 60 şar nədir? Yəni 3'ünün bir yerdə cəmi. 17'si ağ, 9'u çəhrayı, və 34'ü də bənövşəyi. Biz bu ədədlərin cəmini tapsaq görərik ki, həqiqətən də bənövşəyini tapmış olduq burada. Cəm 60'ı verirmi? 17'nin üzərinə 9 gəlsək edəcək 26. 26'nın üzərinə 34 əlavə etsək edəcək 60. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.